Farabinin bir kitabı var. Məbədi'ül Fəlsəfətul Qədimə. Orada əvvəllərdə belə bir başlıq var. Buyurur ki, Əl-Qayetul ləti yuqsadu iləyhə fi təallümül fəlsəfə. Ümumiyyətlə, fəlsəfə oxumaqda məqsəd nədir? Biz fəlsəfəni niyə oxuyuruq? Buyurur ki, və əmməl qayetul ləti yuqsadu iləyhə fi təallümül fəlsəfə fəhiyyə ma'rifətul xaliq ta'ala. Fəlsəfə oxumaqda əsas məqsəd Allahı tanımaqdır. Bu çox önəmli bir qeyddir. Bu, ümumiyyətlə, klassik fəlsəfəni müasir o fəlsəfədən ayıran özəlliklərdən biridir. Bizim filosoflarımız, müsəlman filosoflarımız, onlar fəlsəfəni ilk səbəbi tapmaq üçün, Allahı tapmaq üçün oxuyarlar və onların nəzərində fəlsəfənin əsas hədəfi ilk səbəbi tapmaqdır, yəni Allahı tapmaqdır. Amma müasir dövrdə fəlsəfə biraz xaotik alıb. Yəni fəlsəfə oxuyursan sanki bütün dəyərlərdən, bütün dini bağlılıqlardan qurtulmaq üçün adam məsələn gedir Osho'nun kitabını oxuyur, özünü belə yəni samballı bir fəlsəfi əsər hesab oxumuş kimi hesab edir və başlayır özünə aydın azad hesab etməyə. Dindir boş şeydir, dəyərdir boş şeydir, əxlaqdır boş şeydir. Bu əslində fəlsəfə deyil. Çünki bu işin belə deyil də, bu işin baniləri, bu fəlsəfəni günümüzə gətirib çıxaranlar, onlar deyirlər ki, xeyr, fəlsəfə oxumaq dinsizlik deyil, fəlsəfə oxumaq əxlaqsızlıq deyil, fəlsəfə oxumaq, nə bilim, özünü bu şəkildə azad etmək, hiss etmək deyil. Fəlsəfənin məqsədi həqiqəti tapmaqdır, reallığı tapmaqdır. Ona görə Farabi çox qəşəng burada izah edir. Fəlsəfənin əsas məqsədi Allahı tanımaqdır. Və ənəhu vahidun qeyr mütəhərrik ki, biləsən ki, Allah təkdir, mütəhərrik deyil, yəni onun zatında hərəkət yoxdur. Və ənəhu ləillətul fəilə li cəmil əşya və hər şey yaradan ilk səbəb odur. Və ənəhu l-murattib li həzəl aləm bi cudihi və hikmətihi və adlihi. Bu aləmi yaradan, bu aləmi meydana gətirən öz ədalətinə, hikməti ilə Allahdır. Baxın, Farabinin fəlsəfə tərifi nədir? Fəlsəfə oxumaqda əsas qayə məqsəd nə olmalıdır? Allahı tapmaq, ilk səbəbi tapmaq.